şəkli yenə də düsturum dəyişmədən qalır. Bir dənə fiil götürürəm. Başlanğıc formada olan fiil. Şərt şəklinin də xüsusi şəkilçisi var. Sasə. Sasəni götürürəm. Üstünə həminki kimi də o burslar necə bu deyil. Şərt şəkilçisi artırıram. Yanına şərt şəkli. Şərt şəklini də rahat tapmaqdan ötürü əgər bağlayıcısı, əgər şərt bağlayıcısı qabağında olur və yaxud da özünüz artırın. Məsələn, bir feil götürün, bil. Mən bunu şərt şəklində işlətsəm, bilsən. Sasə var. Bil sözün kökü, sasə şərt şəkli. Bu elədir, şərt şəkli. Bu, o bilsən. Bu üçüncü şəxsdir. İkinci şəxsdə işlədək, bilsən. Əgər artırağım, əgər sən bilsən. Bil sözün kökü, sasə şərt şəkli, n şəxs. Bəzən ən çox çaşılan yer, bu bilsən sözündə həmişə mənə sual verirlər ki, müəllim, mən bilmirəm ki, sən bir yerdə gələndə, mən bilmirəm ki, üstə gəlmə n götürəm, yoxsa ki, səni bütövlükdə götürəm. Bunu çox vaxt qarışdırırlar, yəni bu testlərdə ən çox düşən yerdir. Siz bilməsəz ki, siz bunu səni bütöv götürəsiz, yoxsa sasəyə götürəsiz. Bütöv götür, ev yox, razıyam, oxusan, bütöv götür. Ancaq sən bütöv götürsən, bunu hansı şəkil sayarsan? Feil üstə gəlmək şəxs şəkilçisi hansı şəkil sayılır? Əmr şəkli, bəli. Axı, əmr şəklində feil üstə gəlmək şəxs şəkilçisi bu əmr şəklidir. Axı, əmr şəklində mən oxuyum, sən oxu, əmr şəklində şəxs şəkilçisi yox idi. Deməli, sansən, mən bunu belə forma, bu düstur, feil üstə gəlmək şəxs şəkilçisi bu əmrin düsturudur. Əmirdə də ikinci şəxs də sən oxu. Əmirdə də ikinci şəxs də şəxs şəkilçisi olmurdu. Demək, burada sansəni səhv götürmüşəm. Sasə şərt şəkli götürməliydim, n-nı şəxs götürməliydim. Yəni, bu qədər əsan. Sənlə səni, üstə gəlmək n-nı qarışdıranda, eyb yox, səni götürür. Bax, bilsən. Götürdün sən, bilmədin də üstə gəlmək səni. Götür bilsən, eyb yox. Bir də özünü yoxlamaq üçün götür. Sən bilsən də, səni götür. Amma belə düstur, əmirin düsturudur. Əmirdə də ikinci şəxs də sən bildin, sən bilsən deyil. Əmirdə ikinci şəxs də şəxs şəkilçisi olmur. Demək, burada səni bütöv götürə bilmərəm, səhv götürmüşəm. Demək, sən üstə gəlmək n-dır. Bu qədər rahat.